Neftçi ilə davam eləyək. Neftçi Kəpəzlə qarşılaşdı. 1-0 hesabı ilə qalib gəldi. Bir çox bəzi futbolçulara Neftçi komandası şans verdi. Bəzi futbolçulara Kəpəz debüt etmə imkanı verdi. Minimal hesablı qələbə Neftçi oyunu 10 nəfərlə tamamladı. Amma hətta buna rəğmən qələbəni əldən vermədi. 3-cü yerdə gedən Turanla xallar bərabərləşdi. Yalnız qələbə sayına görə bürünc medal əldən çıxdı. Neftçinin hətta Verindub medal qazandıra bilərdi. Kifayət qədər maraqlı məqamdır. Oyundan o qədər geniş danışmağa ehtiyac yoxdur. Toxunacağım məqam oyunun Sumqayıtda keçirilməsi idi. Kəpəzlə oyunda hətta komanda xal itirsəydi də əhəmiyyəti olmayan bir oyun idi. Formal xarakteri daşıyırdı. Biz mövsümün gəlişində dəfələrlə demişik ki, bu Neftçi, bu mövsüm açıqdır, reallıqdır. Hakimlərin səhvi, mən bir çox hallara səhv demirəm, qərəzi olmasaydı, bu Neftçi çempionluq uğrunda mübarizə aparacaqdı. Bu Neftçi bəlkə də çempion olacaqdı. Mən bunu çəkinmədən deyirəm. Çəkinmədən iddia eləyirəm. Faktiki Neftçi komandasının ən azı 10-12 xalını qoparıblar. 10-12 xalını. Kifayət qədər böyük rəqəmdir. Yəni və digər tərəfdən... Amma bir məqam da var, onu məncə qatırmayaq. Bir məqam da var. O 12 xal olsaydı, Verindub da gəlməyəcəkdi Neftçiyə. Yox, məsələ odur ki, Verindub gəlməyə bilər. Samir Abbasov da pis başlamamışdı. Bəs məsələ ondan gedir də. Samir Abbasov da pis başlamamışdı. Sən mövsümün əvvəlində Neftçiyə qarşı bu qüvvələr, nə bilim, bu hərəkətlər, bu hakim qərarları artıq Neftçini startda boğdu. Neftçini startda mane oldu. Yəni o xallar onda toplansaydı, bəlkə Samir Abbasovla elə bu yol davam eləyəcəkdi. Gəl real danışaq ki, mən açıq deyirəm, Samir Abbasovun dönəmində də Neftçi bərbad deyildi. Neftçi indiki qədər deyildi, kifayət qədər normal futbol oynayırdı. Neftçi sadəcə hakim səhvləri, epizodları qaçırdı. Epizodları dəyərləndirə qaçırılması, gəl real deyək də, Samir Abbasovun fikirləri bəlkə dağa daşa salınır bəzən. Adam həqiqətən haqlı dedi. Yəni bir ayın içində yığılmış komandaydı. Mən sadəcə Samir Abbasovu Neftçisinə bağışlamadığım nə idi? Yəni Karvanla imişlən oyunlarda, outsiderlərin oyunda bu qədər xal itirmək lazım deyildi. Heyət yeni yığılsın, heyət istəyir dünən gəlsin, fərq eləmir. Yəni digər rəqibləri aşağılamaq fikrim yoxdur. Amma outsider komandalarda 1-ci liqadan gəliblər. Karvanla imişlin də heyəti yeni yığılmışdı da. Bunlar 10 ilin komandası deyil ki. Yəni o oyunlarda xallar itirilməli deyildi. Digər məsələlərdə heyət seçimində Samir Abbasovun bəzi qərarlarını mən qəbul etmirdim. Qapı mövqeyi ilə bağlı, Emir Səfərovla bağlı, Abubakarla bağlı qərarlarını mən qəbul etmirdim. Abubakar sanki adına görə daimi start heyətində aşağı-yuxarı oynamağa başlamışdı. Emir Səfərov ehtiyat istəməyən daimi sakininə çevrilmişdi. Kənan Piric özünü toxunulmaz hiss eləyirdi. Amma Verindub nələr etdi? 1-5 Qarabağa məğlubiyyət Kənan Piric'i ehtiyata göndərdi. Abubakarı artıq demək olar ki, gəldiyi ilk günlərdən Abubakarı ehtiyat istəməyən daimi sakininə çeviribdi. Emir Səfərovla bağlı, Emir Səfərov qısa müddətdə nə qədər artırdı? Nə qədər formasının üzərinə qoya-qoya, artıra-artıra gəldi? Biz bunlardan çox bəhs eləmişik onsuz da. Bəli, yəni bu məqamlarda təbii ki, Samir Abbasovun müəyyən səhv qərarları vardı. Onlar hakim səhvləri və şanssızlıqlar vardı. Belə baxanda, yəni Neftçi Samir Abbasovlarda bu mövsüm uğurlu ola bilərdi. Verindub gəldi, Verindublarda komanda uğurlu çıxış etdi. Və düşünürəm ki, növbəti mövsüm üçün artıq müsbət mesajları alırıq. Bu oyunla bağlı toxunacağım məsələ oyunun Sumqayıtda keçirilməsi idi. Biz yaxşı xatırlayarsan, Neftçi Qarabağ oyununun təxirə salınmasına görə gedən söhbətlərdə, gedən proseslərdə Qarabağ tərəfini qınamışdıq. Şəxsən mən açıq və net bildirmişdim ki, Qarabağın təxirə salmaq istəyi Neftçi ilə oyunu tam normaldır və məntiqlidir. Komanda qısa müddətdə Newcastle-la Bakıda oynamalı və səfərə getməli idi. Qısa müddətdə faktiki olaraq bərpa olunmaq üçün müddət yox idi Ahmet. Mütləq və mütləq oyun təxirə salınmalıdır. Amma bir halda ki, Qarabağın bu təklifinə Neftçi yox dedi, mən hətta tərəfdarı idim ki, Qarabağ o 19 komandası ilə olsa belə çıxıb meydana oynamalı. Çünki Neftçi tərəfi oyunun keçirilməsini istəyirsə, yəni söz sahibi Neftçidir. Burada heç bir qaydalar pozulmur. Çempionatlardan gedəcəkdi, hələ şans var idi. Başqa məsələyə gəlməyə çalışıram. Amma Qarabağ israr etdi, davamlı müraciət etdi. Yəni hansısa formada Neftçi, bu hamıya aydın həqiqətdir ki, Neftçi oyunun keçirilməsini istədiyi halda belə oyun təxirə salındı. Bu mənə görə idman prinsiplərinə bir qədər hörmətsizlikdir. Çünki Neftçi əgər oyunun keçirilməsini istəyirsə və keçirilməsi onun haqqıdırsa, oyun keçirilməlidir. Amma Qarabağın israr edib oyunu təxirə salması doğru deyildi. Amma indi məsələ odur ki, üzərindən 2-3 ay keçir. Və Neftçi komandası
eyni hərəkəti Kəpəz komandasına qarşı eləyir. Oyun Yevlax şəhər stadionunda keçirilməlidir. Əslində aylar əvvəl Gəncədə keçirilməsi müzakirə olunurdu, planlaşdırılırdı. Sadəcə Gəncə stadionu hazır olmadı. Bilirik ki, Kəpəz ev oyunlarını Yevlax şəhər stadionunda keçirir. Bu oyun da əslində Yevlax şəhər stadionunda keçirilməlidir. Kəpəz tərəfinin istəyi də bu idi. Çünki Kəpəzə xoş deyil. Komanda Gəncədə məskunlaşır. Gəncədən ev oyunu üçün Sumqayıta gəlsin. Bu təbii ki, xoş deyil. Amma Neftçinin israrı ilə bu oyun Sumqayıtda keçirilir. Yəni, dünən Qarabağa qarşı dediklərimiz bugün Neftçiyə aiddir. Meydan sahibi Kəpəzdirsə, təbii ki, Kəpəzdir. Neftçi və yaxud da digər komanda nə qədər israr eləsin, əgər Kəpəz komandası buna ev sahibi kimdirsə, razılıq vermirsə, oyunun hər hansı başqa bir yerdə keçirilməsi mümkün deyil. İndi burada nə keçirilir, mən sənə deyim səbəbini. Buyurun, əcnəbi futbolçuda. Axırıncı oyundur, alan alıb, satan satıb, yəni hamı artıq hər şey məlumdur. Yəni, burada məntiq nə olub, mən elə fikirləşirəm. Onsuz da əcnəbilər də gedir evə, yəni gəl, belə deyək də, oyuna Yevlaxdan, təzdən get Gəncəyə, təzdən qayıt Bakıya. Yəni, buna bir ehtiyac yox idi, mən elə fikirləşirəm. Doğru yanaşmadı, Ahmet. Burada yanaşmadan söhbət getmir. Bu, sadəcə yəni mən dəqiq informasiyanı deyim ki, Kəpəz komandası Yevlaxda oynamaq istəyir. Yevlax şəhər stadionunda. İstək bu olub. Neftçinin israrı əsasında oyun Sumqayıta salınır. Mən də sənə deyirəm ki, əgər bir komanda ev sahibidirsə, rəqib komanda nə qədər israr edir eləsin, ev sahibi... İsrar məlum məsələdə, Neftçi də yəni söz sahibi idi, oynamaq istəyirdi. Amma sonunda görürsən ki, oyun təxirə salındı. İndi hansısa formada... Amma bunlar fərqli məsələlərdir. Fərqli məsələlərdir. İndi istənilən halda yəni söz sahibi olan komandanın sözü keçmir də. Məsələ ondadır. Mən Gəncədə oynamaq, Yevlaxda oynamaq istəyirəm, oynaya bilmirəm. Yəni dediyimiz sözümün kökü, Mustafası ondan ibarətdir ki, gəlin bir-birimizə hörmət eləyək. Qərarlarımıza hörmət eləyək. Belə olmaz. Digər tərəfdən, indi bir qədər sonra toxunacağıq. Turan-Tovuz komandası ev oyununu sabahla Masazırda keçirdi. Niyə də qardaş? Niyə? Yəni Tovuz şəhər stadionu 3 gün sonra təmirə bağlansa dünya dağılacaq. Eynisi məsələdir. Yəni bu çempionatı Ahmet oyuncağa çevirməyək də. Mən Sumqayıtdaydım. Neftçinin oyununu izlədim Kəpəzlə. 5 metr bu tərəfə piyada gəldim. Sokar Polimer Arenada da Araz Naxçıvanın oyununu izlədim. 5 klubun avtobusu var idi orada. Neftçinin, Araz Naxçıvanın, Sumqayıtın, Kəpəzin və Zirə komandasının. Belə baxıram öz-özümə, sanki Anatoli Panaşevskinin yubileyinə həsr olunan bir turnirdir. Klubları yığıb gətiriblər ki, gəlin Sumqayıtda bir günlük bunu yekunlaşdıraq. Bu Azərbaycan Premyer Liqasıdır. Ölkənin ən nüfuzlu bir nömrəli, bir dərəcəli yarışıdır.